Mən Turan Hüseyin təqdimatında Əl-Fəcrini izləyirsiniz. Bugünkü qonağımızın işi danışmaqdan keçir. Biz onu ən çox səsini eşidərək sevmişik. Ölkənin ən resikli DJ-lərindən biri DJ Fatih bizim qonağımızdır. Salam, necəsiz? Salam Turan, necəsiz? Yox, gəl necəsən? Necəsən, yaxşı? Çox sağ ol, hər şey qaydasındadır. Şükür. Mən bayaq da qeyd elədiyim kimi, sənin işin danışıqdan keçir. Yaxşı danışmaq üçün çox mütaliə, oxumaq vacib şərtdir. Şərtdir. Və bəlkə də elə əsas şərtdir. İş ondadır ki, mütaliə... Mən 15 ildir ki, radioda çalışıram və bu 15 ilin son 5 ilini mən bu məsələyə ciddi yanaşmağa başladım. Çünki o 5 il bundan qabaq mən başa düşdüm ki, mən bu işlə ciddi yəni məşğul olmaq, pul qazanmaq, həyatımı qurmaq və bununla həyatımı bağlamaq istəyirəm. Yəni baxmayaraq ki, başqa sahələrdə də işləmişdim falan. Başa düşürdüm ki, paralel olaraq mən istəyirəm radio ilə məşğul olum. Onda mən bu məsələnin elmini oxumağa başladım, maraqlanmağa başladım, daha ciddi yanaşmağa başladım. Bu işin peşəkarları ilə, xaricdə çalışan peşəkarları ilə ünsiyyət qurmağa başladım, görüşdüm onlarla. Bir tövsiyələrini falanını aldım. Ondan sonra anladım ki, bu məsələ həqiqətən sənin qeyd elədiyin kimi mütaliə bu məsələyə dayaq verir. Odur ki, çünki sənin yeganə silahın deyim, yəni yeganə sənin ingiliscə activity deyir, odur ki, sən danışırsan. Yeganə sənin etdiyin danışmaqdır. Sən danışdığını bir növ, mənim işimdə belə demək olar, sən danışdığını satırsan. Nə danışdığın çox önəmlidir. Burada iki vacib yerə haçalanır ki, birincisi ona görə vacibdir ki, sənin danışdığın səni dinləyənlərə maraqlı olmalıdır. İkinci çox önəmli məsələ odur ki, sənin danışdığın ümumiyyətlə bir, hətta başqalarına maraqlıdırsa belə sənin danışdığın bir məna kəsb etməyə bilər. İkinci vacib tərəfi odur ki, məna kəsb etməlidir. Bu mənada isə bütün bu aspektlərdə mütaliə əvəzsiz rol oynayır. Azərbaycanca çox mükəmməl danışırsan, ona Azərbaycanca çox oxursan kitab. Səmimi olsaq, mən Azərbaycanca son illər, ildə misal üçün 1-2 kitab oxuyuram. Baxmayaraq ki, deyərim, mətbuatı mütəmadi oxuyuram, analitika varsa onu oxuyuram. Müsahibə olmayan, xəbər olmayan bir çox məqalələri Azərbaycancada oxuyuram. Amma bu, mənim oxuduqlarımın 20%-ni bəlkə təşkil edər, ya yox, ümumilikdə. Əksər kitabları rusca oxuyuram. Sadəcə mən Azərbaycan bölməsində təhsil almışam. O səbəbdən də Allah rəhmət eləsin, mənim Azərbaycan dili müəlliməm Safura müəllimənin bu mənada əməyi, bünövrəsi, qoyduğu bünövrə əvəzsiz onun sayəsində bunu görmüşəm. Daha sonra isə mən Azərbaycan dilini tanıdığım, şəxsən tanıdığım bir çox yazıçıların misalında sevmişəm. Bugün də onlarla dostluğum, yoldaşlığım var və onların simasında Azərbaycan, o səlis, gözəl Azərbaycan dilini onlardan əslində qaynaqlanaraq sevmişim. Yəni, onlar mənə bəyəndirib bu dili. Mən bir 5 il bundan öncə hesab edirdim ki, anladığım dillər arasında rus dili çox gözəl və səlis və çox mükəmməl dildir. Bugün də bu fikrimdə qalmaqdayam, amma Azərbaycan dilini bir zamanlar mən hesab edirdim ki, fikir ifadə etmək, gözəl fikir səsləndirmək üçün bir qədər kasıb dil hesab edirdim. Amma indi bir çox gənclər bunu belə hesab edib, xarici dillərə üst tuturlar. Hətta bir neçə ay xarici ölkələrə gedib gələn olsa, demək olar ki, Azərbaycan dilində çox az sözü işlədirlər. Bəs onlara münasibəti necədir? Bu barədə... Cool görsənməyə çalışanlar. Normaldır bu. Mənə elə gəlir ki, bu yaşla bağlıdır. Bir zamanlar bəlkə mən də o cür düşünürdüm və yaxud da o cür də düşünməsəm, həm onların, həm mənim o vaxt düşündüyüm arasında ümumi bir xət var idi ki, oradan qaynaqlanırdı. O barədə bu yaxında bir yaxşı zarafat mən oxudum. Deyir ki, Azərbaycan dilində danışarkən xarici dillərdən söz istifadə edən insanlar üçün cəhənnəmdə xüsusi qazan hazırlanır. Yəni, qazan deyil, bu qazandır. Onlar orada yanacaq.
Adamlar var. Bacarır da yəni. Amma açıqsına fikir vermir. Sosial şəbəkələrdə xeyli aktiv yazılar paylaşırsan, çox maraqlı, oxunan nadir insanlardansan, yəni Azərbaycan dilində paylaşılan. Bəs nə vaxtsa kitab yazmağı düşünmüsən? Düşünmüşəm dəfələrlə. Bəs nə yerdə qalıb o kitab Sonuncu yazmaq? dəfə hətta mən deyim sənə, mən axırıncı dəfə bunu mənə hətta bir şair dostum demişdi ki, yəni bir hekayəni ona danışdım. Hekayə ona o qədər, yəni hekayədən çox mənim onu necə danışdığım ona o qədər təsir elədi ki, dedi bu bir kitabdır, bunu bir yazmalısan filan üstümə düşdü. Xeyli, yəni hətta dedi ki, yaz, gətir mən redaktə eləyim, səni onu kitab halına salım. Nə oldu ona axırı? Bilirsən məsələ nədir? Mən bir yaxşı son illər, yəni bu yaşla gəlir yəqin ki, bacardığım işlə məşğul olmağı istəyirəm. Mən dəqiq bilirəm ki, bilirsən kitab yazmaq iki şey tələb edir. Bir, hətta deyərdim bir üç şey tələb edirsə, əgər bu istedad, yəni bacarıqdır bu, yəni ümumiyyətlə kitab yazma bacarığı, bir hekayəni danışma bacarığıdır. Tutalım ki, lap o məndə var. Hə? İki qalan şey məndə yoxdur. Bu birincisi oturub sistematik olaraq hər gün deyəlim ki 20 səhifə yazıb durmaq ki mən bugün işimi gördüm. Səhərsi gün oturub yenə 20 səhifə yazdım. Yəni mən peşəkar yazıçılar deyir ki ilham pərisi falan boş-boş şeylərdir. Bu iş həqiqətən rəsmən şeydən gəlir. Yəni bu işə ciddi yanaşmadan gəlir. Yəni oturub kitabını ciddi yazacaqsansa bu kitab alınacaq. Yox. Bəs dəfələrlə qayıtmaq istədiyin kitab olub, oxumusan və bir də əlinə düşsə o kitab yenə vaxtın olsa oxuyarsan. Bütün o qəbildən olan kitablar hansısa peşəkar bacarıqları inkişaf etdirən kitablardır. Çünki zaman-zaman bəzi şeyləri unudursan və o kitabların bu bilikləri akademik şəkildə adamın başına yerləşdirdiyi üçün zaman-zaman onlara geri qayıtmaq lazım olur və bu yalnız bir daha o hardakı silinib, belə deyək, başında hansısa biliklər onları yerinə oturtdurur və o matrisanın işləməyinə kömək edir. Bu daha çox peşəkar kitablardır. Bədii ədəbiyyat arasında bir oxuduğum və bir də oxuduğum kitab yoxdur. Yəni nəsrdə yoxdur dəqiq. Nəzmdə var. Hansı kitabdır? Şeirlər, xeyli şeirlər var ki, onları təkrar oxuyuram. Hardasa 3-4 şeir var ki, ümumiyyətlə onlar telefonumda mənim audio şəkildə yazılıb. Bu, misal üçün, Nazim Hikmətin Yaşamaya dair şeiridir. Yaşamaya dair, çox gözəl şeirdir. Yarım əsrdən çox əvvəl yazılmış şeirdir. Elə yazılıb sanki... Bugün üçün yazılıb. Bugün üçün yox, bugün yazılıb. Çünki mənə elə gəlir ki, Puşkini oxu, bugün heç kəs məhəbbətini elə ifadə etmir, elə sözlərlə çatdırmır, elə tərzdə çatdırmır. Bugün məhəbbət haqqında başqa cür yazılır və o da məhəbbətdir, bu da məhəbbətdir. Amma sən şeiri oxuyub anlayırsan ki, bu şeir neçə il bundan əvvəl yazılıb. Nazim Hikmətin o şeirində mən yanılmışdım. Mənə elə gəlirdi ki, bunu daha gənc insan yazıb. Yox, Nazim Hikmət yazıb. Sonra çox adam onu ciddiyə qəbul etmir. Vera Palaskova. Mən onun misal üçün Snova Nimi şeirini telefonumda saxlamışam, bəzən dinləyirəm. Daha sonra Rosenbaum'un Vozgos şeiri mənim telefonumda var və onu mütəmadi dinləyirəm. Yəni nəzmdən danışırıqsa, Əli Xəyyam, onun bir şeiri var, onu dinləyirəm. Çox gözəl. Kitab oğurluğuna münasibətin, yəni səncə kitab oğurluğu cinayətdir? Sözsüz ki, cinayətdir. Amma əgər kitabın dəyəri müəyyən məbləğdən yuxarıdırsa, bu da var. Çünki aşağı olunca, səhv etmirəmsə, islah işləridir. Müəyyən məbləğdən yuxarı olunca isə yəni istənilən maddi dəyəri olan bir şeyin oğurluğu kimi adam cinayət məsuliyyətinə cəlb olunur. O ki, qaldı kitab oğurluğuna,
Sanki başqa şeydən danışıram. Ki qaldı kitab oğurluğuna. Mən özüm bir dəfə kitab oğurlamışam. Onu soruşacaqdım, məsələn dedim. Nə vaxt olub? Bir il bundan qabaq Bakıda fəaliyyət göstərən bir yaşa obyektindən, yəni bu restoran, kafe kimi bir yer idi. Orada yəni çox təsadüfi, bu şəkildə yox, rəflərdə kitab belə yox. Biz oturduğumuz masanın yanında pəncərənin belə aşağı hissəsində kitablar düzülmüşdü. Düzülməmişdi, hətta yığılıb qoyulmuşdu. Lap, yəni hər şey adı idi deyə. Yığılıb bir də atdım əlimi ki, Pasternakla Tsvetayevanın yazışması. Mən də yalan olmasın çox uzun müddətlə eşitmişdim, amma tapmırdım heç yerdə o kitabı. Çünki son zamanlar bunu yenidən nəşri olmayıb onun. 70'lər yox, yalan deyirəm, 80'lərin nəşridir mənim əlimdə olan o kitab. Açığı onu uğurladım orada. Amma sonra halallıq üçün mən gəldim, onlar uğurlayandan sonra, uğurlu uğurlayandan sonra gəldim oranın administratorunu görüncə dedim ki, biz Ziba xanım, mən sizin bir kitabınızı uğurlamışam. Bəs biləsiz, o dedi ki, rahatlıqla apara bilərdiniz. Dedim, yəni o gecələrin ürək arasında. Vicdan əzabı. Nəysə, o kitabı götürdüm və əvəzinə başqa kitab verdim. Onlara mənə elə gəlir ki, dünya ədalətini pozmuş olmadıq. Bəli. Mən də istərdim icazənlə, mən buradan bir sənin gətirdiyin kitablardan oğurluyum. Fatih gələndə bizə 3 kitab gətirib. İstərdim bunlar haqqında bizə danışasın. Sənin indi əlindəki kitab mənim çox sevdiyim yazıçının kitabıdır. Bu Davlatovun, Sergey Davlatovun kitabıdır. Mən yazıcı olsaydım Davlatov kimi yazmaq istəyərdim. Necədir? O necə yazır o? Yəni onun necə yazdığını mənim belə deyək ki, söz ehtiyatım biraz kasatdır o mənada onu ifadə etmək üçün. Məhz ona görə də mən nə yazıram, nə də onun kimi yazıram. Amma onun necə yazdığını anlamaq üçün onu oxumaq lazımdır. Mütləq gedib oxuya bilərsiniz. Satışda var yəqin ki bu kitab. Deməli və bu kitab Naşı adlanır. Mənə elə gəlir ki, mənə tövsiyə olunduğu kimi mən o kitabı tövsiyə etsəm çox önəmli olar ki, mənə Davlatovu tövsiyə edən şəxs demişdi ki, Naşı kitabından başla və sonra müəyyən ardıcıllıq var, hansı ilə onun kitablarını oxumaq lazımdır. Naşı onun avtobiografik əsəridir. Bu əsərdə o ailə üzvləri haqqında danışır. Mənim ən sevdiyim onun bu kitabın 7-ci qlavası, yəni bölməsidir. Harda ki, o anası haqqında yazır və mən məhz bu hissəsini əsərin çox sevirəm. Hesab edirəm ki, bax, yəni sən bəxtin gətirdi ki, məhz o kitabı götürdün. Çünki əslində mən bu 3 kitab arasında hansınsa səni saxlayası olsaydım, həqiqətən elə o kitabı saxlayacaqdım. Rəngi məni ilk cəlb elədi. Yaşıl sevdiyim rəng olduğuna görə. Ümumiyyətlə, xanımlar kitabları rənginə görə seçmək. Biraz elədi. Digər kitablar haqqında? Bu əslində sənin birinci növbədə seçməli olduğun Şəhrayı rəngdə tərtibatı olan Şəhrayı o qədər də sevmirəm, açığı. Yəni, zarafat bir yana, Slava Səni mən kitabın müəllifidir. O Live Journal sosial şəbəkəsində öz bloqunu aparır, oradan tanımışam. Bir müddət yazandan sonra o başına gələnləri çox gözəl iti qələmlə qeydə almağı bacarır. Və oradan tanıyandan sonra mən onun kitabı çap edildiyini eşidincə çox böyük sevgi ilə bu kitabı əldə etdim. Bu onun ikinci kitabıdır. Bəli, ikinci kitabıdır. Birinci kitabı da məndə var, amma bilmirəm niyə görə gələndə bunu gətirdim. Başqa mənim Live Journal-dan tanıdığım daha bir maraqlı deməli yazar var. Bu Dmitri Chernyshovdur. O Mitriç deməli imzası ilə blog aparır. Bu Rusiya internetinin ən maraqlı bloqu hesab olunur. Və mən də eyni qənaətdəyəm. Mitriçin
Как люди думают kitabı var. Mən tanıdığım bütün insanlara demək olar ki, o kitabı tövsiyə edirəm. Bu insanların necə düşündüyü haqqında kitabdır və bu sualın həqiqətən cavabı verilir o kitabda. O kitabı oxumaq çox asandır, çox əyləncəlidir, maraqlıdır. Bu kitabın PDF versiyası, o cümlədən elektron kitablara yükləmək üçün müvafiq formatda yəni fayllarını internetdə tapmaq mümkündür. Əgər kimsə tapa bilmirsə, mənə rahatlıqla yaza bilər. Mən o kitabı o adama ötürərəm. Və əlindəki son kitab. Bu Starbucks, məşhur Starbucks şəbəkəsinin deməli rəhbərlərindən biri, səhv etməsə o prezident olub, Говард Becher. Onun yazdığı kitabdır və bu kitabda kitabın adı çox maraqlıdır. Дело не в кофе, yəni iş kofedə deyil. Yəni kitabın da bütün həqiqətən mənası ona sığınır ki, yəni bizim satdığımız kofe bütün kofelər kimi kofedir. Biz o ab-havanı satırıq. Starbucks ab-havasını. Bax bu mənada, yəni siz də başa düşürsünüz ki, hamının da bu gün kafesi, restoranı eyni club sendviçi və eyni qazlı içkiləri verir bizə. Amma yaratdığı ab-havadan asılı olaraq birinə gedir, digərinə getmirik. Bu kitab dayanıqlı olaraq bir kafeyə gedəcəyimizi öyrədən, kafe sahibinə öyrədən kitabdır. Sizə çox faydalı olacaq, hörmətli tamaşaçılar. Bəli, mənim bu 3 kitabı da alıb oxuyacağıma heç şübhəm yoxdur. Yəni alıb mütləq oxuyacağam çünki çox maraqlı təqdimat elədi. Bəs kitabı necə oxuyursan? Əlfəcinlə, kitabı qatlayaraq yoxsa altından xətt çəkərək? Mən əlfəcinlə oxuyuram. Kitabdan görə nə çıxacaq? Əlfəcinlə oxusan və əlfəcin çox maraqlı əlfəcindir. Türkmənistanın 5000 manatlıq. Bizim pulla nə qədər eləyir o, Fatih? Əgər nəzərə alsaq ki, bunu mənim tanıdığım ən simic dostum bunu mənə hədiyyə edir. Böyük ehtimal ki, bu böyük məbləğ ehtiva etmir. 5000 çox olsa da dəyəri çox azdır. Adı var 5000. Nəsə 5000 manat yəni. Mən bu pulu Türkmənistanın keçmiş prezidenti Səfər Murad Türkmənbaşının şəkli olduğuna görə özümdə saxlamışam və mənim əlfəcinim bax bu əskinazdır. Çox gözəl, çox maraqlı və çox fərqli. Və bu fərqli. bizim evdə kitabın arasında olan yeganə puldur, onu da demək istəyirəm. Çox gözəl. Bəs yaxşı kitabın Azərbaycan cəmiyyətinə nə gətirəcəyini düşünürsən? Mənə elə gəlir ki, Azərbaycan cəmiyyətinə yaxşı nəsə gələ bilərsə, o kitabla gələcək. Nöqtə. Bəs kitabsızlığın nələr apardığını? Kitabsızlığın nələrə apardığını mən danışmaq istəmirəm, çünki biz bayaqdan yaxşı şeylər haqqında danışırdıq. Bəs kitabın saçlara təsirinə nə deyə bilərsən? Kitabın saçlara təsiri haqqında zarafat edirsən yoxsa ciddi sual? Mən kitabların əslində onurğa sütununa təsiri haqqında bilirəm ki, yəni başın üstünə qoyub belə gəzirlər ki, ağır kitabları, yəni ki, onurğa sütunu düz olsun. Saça təsiri haqqında demək biraz çətindir. Ənənəmizə uyğun olaraq 10 söz səsləndirəcəm və 10 sözdə ilk ağlına gələn fikri bizə deyəcəksən. Olar mı? Olar. Başlayaq. Səs. Pul. Əlfəcin. Azərbaycan dilinin izahlı lüğəti. Qarğıdalı. Gülşən Qurbanlı. Qırmızı işıq. İşıq. Studiya. Rəvan. Rəvan. Təbəssüm. Dostoyevski. Karamazov qardaşları. Şəhər. Şəki. Ön söz. Salam. Pomidor. Mozzarella. Pozan. Pozan. Yoxdur. Çox sağ ol Fatih, gəldin belə bir maraqlı bizim üçün veriliş olmağına səbəb oldun. Təşəkkür edirik sənə. Çox sağ ol. Axırda keyfimi pozdunuz. Pozulmasın amma. Beləcə bugünkü verilişimiz də burada əlfəcinlədi. Gələn dəfə yenə qaldığımız yerdən davam edəcəyik. Hələlik.